Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möhtərəm möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Qarşıdan xalqımızın tarixində qanlı bir yaddaş, faciənin ildönümü. 31 Mart soyqırımının ildönümü gəlir. Bu, xalqımızın yaddaşlarında bir qanlı tarix kimi qalıb və ən böyük faciə kimi qalmışdı xalqımızın tarixində. Mən deyərdim ki, xalqımızın başına gətirilmiş faciələrdən, müsibətlərdən ən böyüyü 31 Mart soyqırımıdır ki, əlbəttə 31 Mart simvolik olaraq, əlbəttə bu hadisə 30 Martdan başlayıb, təqribən 4 aprelə qədər davam edib. Yəni 4-5 gün müddətində bu soyqırım davam etmişdi. Həmin soyqırım bizim mənfur düşmənlərimiz, ermənilər tərəfindən həyata keçirilmişdi. Lakin görsənən tərəf ermənilər idi. Arxa planda da o dövrün böyük imperiya qurucu həvəskarları, bolşeviklərin əlbəttə tərəfindən bu hadisə törədilmişdi. Bir Bakı limanına yaxınlaşmış bir gəmini bəhanə elədilər. Bir gəmi bəhanə oldu və Azərbaycana qoşun yeridildi. Tək Bakıya yox, eyni zamanda Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrimizə qoşunlar yeridildi və erməni silahlıları ki, öncədən bizim o dövrdəki insanlarımızı aldatdılar. Həmişə olduğu kimi dedilər, biz bolşeviklərə qarşısından bir yerdəyik, həmrəyik. Lakin bolşeviklər artıq Bakıya daxil olanda bunlar da öz silahlarını xalqımıza tərəf çevirdilər və çox böyük miqyaslı bir qətliam baş verdi. Həmin dəhşətli günlərin şahidi olmuş bir Alman Kulner familiyalı bir yazardı. 1925-ci ildə Bakı hadisələri barəsində yazır ki, ermənilər müsəlman Azərbaycanlılarına, yəni özdə xüsusi qeydim vurur orada, müsəlman Azərbaycanlıların məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncdan keçirdir, süngüdən keçirdir. Nə körpələrə rəhm edirdilər, nə qadınlara. Cavan xanımları divarlara mismarla hörürdülər, körpələri süngüdən keçirdirdilər və yaşlılara rəhm etmirdilər. Bir çuxurun içində deyir, mən 87 dənə cəsəd gördüm bir çuxurun içində ki, hamısının qulaqları, burunları, əzaları kəsilmişdi. Yəni, nəinki öldürmüşdülər, həm də bu qəddarlığın simvoludur, bu amansızlığın simvoludur. Yəni, ölüyə qarşı da belə hörmətsizlik etmişdilər. İrəvan quberniyası, Şərqi Şərurdəliyəz, Qars və digər Azərbaycan ərazilərində təkcə mart qırğınları zamanı 5000 Azərbaycanlı qətl edilmişdi. Bu hadisələrin dəhşətləri 18-ci ildə Şamaxıda 8000 dinc insan öldürülmüşdü və Şamaxı Cümə məscidi yandırılmışdı və tarixi abidələr yandırılmışdı. Cavanşir qəzasında 28, Cəbrayıl qəzasında 17 kənd tamamilə aradan aparılmışdı. Tam yandırmışdılar kəndi və əhalisini də öldürmüşdülər. Gümrüdə 3000 nəfər, Zəngəzur qəzasında 115 Azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürmüşdülər. Bütövlükdə 10.000 nəfərdən çox bir əyalətdə. Yəni soyqırımın mahiyyəti bu qədər böyük idi. İrəvan quberniyasında 199 kənd, 135.000 Azərbaycanlı məhv edilmişdi. 135.000, yəni rəqəmlər çox dəhşətlidir. Qarabağda 150 kənd məhv edilmişdi. Bakı və Quba, eyni zamanda Qubada bu gündə o memorial kompleks ki yaradılıb, orada soyqırımda insanlar ki diri-diri bastırılıb və bu gün onlar aşkar olunub və insanlar gedir onu ziyarət də edirlər və bu tarix hər il təkrarlanmalıdır.
Hər il təkrarlanmalıdır ki, bizim xalqımız insan unutqandır, unutmasın. Və hər ildə insanlar gedib o ziyarətgahı ziyarət etməlidirlər. Çünki yaddaş gözlə təzələnir. İnsan gedib görməlidir. Və elə hər yerdən də xalqımızın insanları sağ olsun, qədir bilən xalqımız gedirlər. Hətta məktəblilər də gedirlər o soyqırım abidəsini ziyarət edirlər. Mən burada bir qeyd də vurmaq istəyirəm. Məktəblilərimiz gedir orada o soyqırım abidəsini ziyarət edirlər və bu da lazımlı bir məsələdir. Məktəblilərimiz də gedib oranı ziyarət etməlidirlər. Orada insanların sümükləri var, şüşə arxasında onu gedib ziyarət edirlər. Bu, uşaqlarımıza bizim psixoloji mənfi təsir göstərə bilməz. Əksinə, onların yaddaşlarında düşmən tanımanı möhkəmləndirir. Biz də elə Aşuranı hər il təzələməklə, gəlib orada iştirak etməklə, orada Kərbəla hadisəsində baş vermiş hadisələri danışmaqla burada heç bir mənfi təsirlər ola bilməz. Bəlkə nədir? Yaddaşlar təzələnsin. Çünki 1400 illik tarix təkrarlanma vasitəsilə, əzadarlıqların vasitəsilə yaşadılıb. Bunu da unutmamalıyıq. Bəli, soyqırım görmüş bir xalqıq və biz soyqırım məfhumunu daha yaxşı başa düşürük ki, tarix boyu, dünya tarixi boyunda həmişə hegemonlar, həmişə müstəmləkəçilər istəyiblər ki, öz xalqları öz əsarətləri altına salsınlar. Onların sərvətlərini mənimsəsinlər, onların torpaqlarını, onların sərvətlərini mənimsəsinlər. Və bu maddi çıxarlarına görə həmişə xalqlara zülm eləyiblər, xalqlara hücum olunub, xalqları məhv eləməyə çalışıblar. Və təbii ki, bunun adını dünyaya bəzədib təqdim edirlər də. Nə bilim, biri adın demokratiya qoyur, adını gətirir. Hər nə ilə bir vasitə ilə istəyirlər ki, nə eləsinlər? Xalqları məhv eləsinlər. Ona görə biz bu soyqırım görmüş bir xalq, bunları yaxşı bilirik, dərk eləyirik, başa düşürük və mövqeyimiz də nədir? Həmişə məzlumu yanında olmalıdır və əlbəttə o haqsızları, o haqqı zülm eləyən insanlara qarşı da bizim öz mövqeyimiz var. Quran-ı Kərim bunun barəsində bir ayə-i şərifədə buyurur: "Və la təhsəbənnallaha qafilən əmmə ya'maluz zalimun." Belə düşünməyin, belə zənn etməyin ki, Allah zalimlərin bu hərəkətlərini görmür. Allahdan gizli deyil ki, zalimlərin bu işləri. Bu zalimlərin bugün tuğyanları ki var, Allah bunları görür. Belə ümidsiz olma ki, axı bu zalimlər bu zülmün hər yerdə eləyirlər, gəlirlər, qırırlar, tökürlər. 31 martda belə oldu, 20 yanvarda belə oldu, Xocalıda belə oldu. Bu qədər müsibətlər törətdilər. Tarix boyu dünyanın hər yerində bu zülmlər törədilir. Bunlar düşünməyin ki, Allahın elmindən gizlində. Allah bunların hamısını görür. İnnəmə yuəxxiruhum liyevmin təşxusu fihil əbsar. Düşünməyin ki, Allah bunlara bəs niyə cəza vermir? Deyir, Allah bunları saxlayıb. Bunların möhkəm bir cəzası olacaq. Bu ayə təfsir alimlərdə buyurur ki, bu bir haqqı tapdalanan bir məzlumlara bir səbir vermək üçün, onlara bir təsəlli ayəsidir və eyni zamanda zalimlərə də bir təhdid ayəsidir. Belə düşünməyin ki, məsələn, əlinizdəki gücdən siz istifadə edərək elə hər vaxt bu işləri də görə biləcəksiniz. Ona görə hansı xalqlar ki, məğrur dayanıblar, necə 31 martda bizim xalqımız məğrur dayandı, 20 yanvarda bizim xalqımız məğrur dayandı, Qarabağ savaşında bizim xalqımız məğrur dayandı. Düzdür, bəlkə sən şəhid də verəcəksən, bir az əziləcəksən, bir az çətinliklər də görəcəksən, amma həm Allah qatında bu insanlar şəhid olaraq anılacaq və tarixin səhifələrində görürsünüz ki, 100 illik keçib 31 martdakı bizim o həmvətənlərimizin o məğrur duruşu bugün hamımız nə qədər əzəmətli bir iş gördüklərini başa düşürük. Ya 20 yanvardakılar ola bilər canlarını itirdilər. Amma imperiya qarşısında nə etdilər? Öz cəsarətlərini göstərdilər, öz vətənlərini müdafiə elədilər, öz xalqlarını müdafiə elədilər. Allah and verək izzətinə, cəlalına, əzəmətinə. Hər vaxt xalqımıza, millətimizə qarşı ki, uzanan bir fitnə əlləri olub.